Sənin ilk gördüyün durumunla indiki durumun çox qəşəngdir, çox fərqlidir, çox yaxşıdır. Biz özümüz mücadilə eləmişik. Heç bir dərman müalicəsi olmadan, heç bir proses olmadan çox gözəl nəticəmiz var. Heç nəyi xatırlamırdı. Yəni sual-cavabımızda belə bir şey. Təcrübə həyatının afaziya protokolu üzərində 20 yaşdan sonra artıq çox şeyi xatırlamağa başladı və dəyişikliklər müsbət tərəfdən çox oldu və sualların cavablarını ani verməyə başlayıb. İnsan yazıb. Yəni siz özünüz bununla razısınız? Bəli, razıyam. Razısınız. Yəni o əvvəl sizə verilirdi, sual siz düşünürdünüz, uzun çəkirdi donmalarınız. İndi necədir? İndi qəşəng yerində verirəm. Əla. Söndürüb yandırırdıq, düzəldirdik. Aparat bilmir Raildir, Esmiradır, İlkindir, kimdir bunu yoxlayan? Yəni kimdir burada atda yatanda? O nə görürsə, onu bizə analiz edib verir. Və beta dalğası sağ yarımkürədə normaldan aşağıda diqqət, emosiya tənzimləməsi və koqnitiv performansda qeyri-optimal fəaliyyət müşahidə oluna bilər. Yəni sizin hal-hazırda bizi narahat edən əvvəlki problemlərimizdən artıq normal beyinə gəlib yaxınlaşmısınız, 20% problemimiz qalıb. 80-i qoymuşuq geridə, 20%-imiz qalıb. O 20 görünür ki, əməlli danışır. Eyşən bəy görübsə